Salam hörmətli izləyicilər. Bugünkü xəstəmiz Heybətəmdir. Heybətəm Salyan rayonundandır. 22 gün bundan əvvəl müalicə almışdıq. Bugün çox gözəl şəkildə onu evinə uğurlayırıq. Heybətəm, bizə sözün var. Təşəkkür edirəm. Canım, 100 yaş. yeriyək. Sağ ol, sən də 100 yaşa. Heybətəmi bura gələndə onu deyim ki, tam kilitlənmiş vəziyyətdə idi. Yerindən belə dura bilmirdi. Salam hörmətli izləyicilər. Arazi əmimiz bizə Göyçaydan müraciət edib 20 gün bundan öncə. Öncə müraciət edib, bir addım belə yeriyə bilmirdi. Xanım oradadır, vaxt danışıb deyə bilər. Və Allah şükür bu günləri onu yeriyə deyə yola salırıq. Mən həkimə öz təşəkkürümü bildirirəm. Ona işlərində müvəffəqiyyətlər arzulayıram. Allah canlarını sağ eləsin, kollektivi də əla idi. Salam hörmətli izləyicilərimiz. Bizim Ülvimiz Göyçaydan gəlmişdi bir ay bundan əvvəl. Allah şükür bütün simptomları arxada qoyub tam sağlıqlı şəkildə Göyçayı yola saldırıq.